Əvvəllər gənc ailələr ata-ana ilə birgə yaşayırdılar. Son zamanlar diqqət yetirəriksə, gənc ailələr artıq sərbəst tək yaşamağa üstünlük verirlər. Bunun səbəbi kimi nəyə görə bilərik? Qaynana-gəlin münasibətləri, böyüklərin gənc ailələrə müdaxiləsi və onlar düşünürlər ki, biz özümüz sərbəst qərar verə bilərik, özümüz hər şeyi öhdəsindən gələ bilərik. Amma bəzən baxırıq ki, ailələrin dağılmasında müəyyən problemlər böyük problemlər deyil, kiçik sözlər. Sən onu ora niyə qoydun, bunu niyə buradan götürdün və s. kimi kiçik sözlərin axırda boşanma ilə nəticələndiyinin şahidi oluruq. Böyüklərin təcrübəsi, gənc ailələrində enerjisi ailənin daha uzun ömürlü olmasına gətirib çıxarırdı. Amma burada böyüklərin müdaxilə edən tərəf deyil də, dəstəkçi tərəf olması üstünlük göstərir. Burada bir şeyi qeyd eləmək istəyərəm ki, əsasən ayrı və ya birgə yaşamaq deyil, hər kəs öz sərhədini və məsuliyyətini bilməlidir. Hər kəs bir-birinin qərarına hörmətlə yanaşarsa, o böyük bir problemlərə gətirib çıxarmaz. Və böyüklərin evdə olması əslində müsbət tərəflərdən istər maddi, istər mənəvi dəstəyin olması, uşağın böyüdülməsində nənə-babanın köməyi, dəstəyi, bunlar da hər biri müsbət təsirlərdir. Mənfi təsirlərdə yenə də bayaq vurğuladığım kimi əsasən çox müdaxilələrin olmasıdır. Amma evdə böyük olduğu təqdirdə gənc ailələr də artıq bir-birinə olan davranışlarında da daha məsuliyyətli olurlar. Kiçik problemlər böyümür və kiçik problemlər başqa tərəfə yansımasın deyə öz aralarında həll edilir. Amma təklikdə yaşananda bu kiçik problemlərin də böyüdüldüyünü görürük. Yenə də vurğulayıram. Burada təkcə ayrı və birgə yaşamaq deyil, birgə yaşandığı təqdirdə də hər kəs öz məsuliyyətini bilməli, ayrı yaşanan təqdirdə də o qayğıdan məhrum edilməməlidirlər.